ictimai həyatımızda hiss edəcəyimiz Əhl-i Beyt mövzusu ortaya gəldiyi zaman qarşımızdakı din adamına bağrımıza qardaşım deyib basıb onun o sevgisini iliyimizdə hiss etmiriksə, bu sevginin altı boşdur. Sadəcə Həzrəti Muhammed Mustafa'nı, onun əhlini, Əhl-i Beytini seviriksə əgər, gerçəkdən bu sevgi bizim varlığımıza, ruhumuza oturubsa, o bizim dilimizə, əzalarımıza gələcək. Çünki qəlbə elən sevgi insanın əzalarına, davranışına qədər gələcək, feillərinə qədər gələcək. Yox, sadəcə sözdə ədəbiyyatını edəcəyimiz bir sevgidirsə, inanın bu sevgi bizə xeyrindən çox ziyan gətirəcək. Çünki dilimizlə sadəcə oradan bəhs edirik, amma ruhumuza enmədi. O sevgi bizim varlığımızı bəsləmədi. Könül bağçamızın rəhmət suyudur, iksiridir. Əhl-i Beytdən bəhs etdiyimiz zaman, bayaq söylədiyimiz kimi, Əhl-i Beyti Allah Resulü Aleyhisselatü Vesselam vida xutbəsində əmanət olaraq dedi. Tərəqtu fikum səqaleyn hədisində. Sizin aranızda iki önəmli dedi nemət tərk edib gedirəm. Biri Allahın ipi olan Quran-ı Kerimdir, Həblullah. Bir əlimizlə ondan tutacağıq, ondan yapışacağıq. Eyni zamanda da Əhl-i Beyt önəmli bir yerdədir ki, ona yönəldiyimiz zaman, oradan oxuduğumuz zaman başqa cür olur insan,